Bugün də çay süfrəsi üçün yumuşaq, üzəri bol kəsmikli bulkalar hazırladım. Xəmiri üçün 900 qram un götürürük, üzərinə 160 qram şəkər tozu, 1 paket vanil və çimdik duz əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Orta hissəsində bir çuxur açırıq, bura 12 qram quru maya əlavə edib, üzərinə də 480 ml ilıq süd əlavə edib yumuşaq bir xəmir yoğururuq. Xəmiri bir qədər yoğurduqdan sonra biraz əlinizə yapışacaq, bu təbiidir. Üzərinə ev temperaturunda tam yumşalmış 140 qram kərə yağı əlavə edib xəmiri yenidən yoğurmağa başlayırıq. Xəmiri yoğurduqca xəmir biraz parçalanacaq əvvəlcə, daha sonra isə toparlanacaq. Yumşaq, ələ yapışmayan bir xəmir olur. Xəmirin üzərini örtüb, qalın büküb mayalanmağa qoyuruq. Üzəri üçün 250 qram şit duzsuz kəsmiyin üzərinə 3 xörək qaşığı şəkər tozu və 1 ədəd yumurta əlavə edib yaxşıca qarışdırırıq. Mənim istifadə etdiyim kəsmik çəki ilə olduğu üçün mən blenderla əzdim ki, tamamilə püre halına gəlsin. Ayrıca bir tavanın içərisinə 20 qram kərə yağı əlavə edirik. 3 ədəd iri ölçüdə şirin almanın qabıqlarını soyub xırda şəkildə kub-kub doğrayıb üzərinə 2 xörək qaşığı şəkər tozu və yarım çay qaşığı darçın əlavə edib suyu tamamilə quruyanadək bişirib soyuduruq. Və artıq xəmirimiz də çox gözəl mayalandı. Mayalanmış xəmirimizi eyni bərabərdə olmaqla 18 kündəyə bölürük. Xəmirləri kündələyib və məsafəli şəkildə listə düzərək üzərini örtüb mütləq 40-45 dəqiqə müddətində gözlədirik. Üzərinin umacı üçün isə 2 xörək qaşığı şəkər tozunun üzərinə 3 xörək qaşığı un və 30 qram kərə yağı əlavə edib umac hazırlayıram. 40-45 dəqiqə müddətində öz kündələrini aldıqdan sonra gördüyünüz kimi belə bir bakal götürürük və tən orta hissələrinə bu cür dəliklər açırıq. Dəliklərin üzərini də bolluca hazırladığımız kəsmiklə doldururuq. Kəsmiyin üzərindən də bişirib soyutduğumuz almalardan əlavə edirik. Hərəsinin üzərinə 1 çay qaşığı alma əlavə edirik. Kənar hissələrinə də yumurta sarısına 1 çay qaşığı duru yağ əlavə edib çəkib və umac əlavə edib öncədən isidilmiş sobamızda 180 dərəcə konveksiya rejimində 25-30 dəqiqə müddətində bişiririk. Bu reseptlə 2 list 18 ədəd kəsmikli bulkalar alındı və budur çay süfrəsinə yaraşan yumşaq, üzəri bol kəsmikli almalı bulkalarım hazırdır. O qədər yumuşaq, dadlı, ləzzətli alınır ki, yedikcə dadından doymaq olmur. Göz haqqınızı halal edin, videonu yaddaşa verib bəyənməyi unutmayın. Hələlik.